Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu ala əşrafil ənbiya vəl mursalin. Seyyidina Muhammedin və ala alihi və sahbihi əcma'in. Əmmə ba'd. Ramazana hazırlıq baxımından, hazırlıq addımlarından ikinci, yəni ən birinci fərzlərə diqqət yetirmək. Çünki fərzlər, yəni əsasdır. Buxarıda gələn hədisdə Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qalallahu azza və cəllə və mə təqarrəbə iləyyə abdi bi şeyin əhəbbə iləyyə mimmə iftaradtu aleyh və mə yəzəlu abdi yətəqarrəbə iləyyə bin nəvafil həttə uhibbə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah Teala belə buyurur. Yəni, qulum mənə əməllər içərisində ən çox sevdiyim, fərz etdiyim əməllərlə yaxınlaşır. Və yaxınlaşmaqda və bundan sonra fərzlərdən sonra nafilə əməllərlə yaxınlaşmaqda davam edərsə, mən nəhayət onu sevərəm. فَإِذَا أَحْبَبْتُهُ كُنْتُ سَمْعَهُ الَّذِي يَسْمَعُ بِهِ Və onu sevdiyim zaman onun eşidən qulağı olaram, görən gözü olaram, tutan əli və yeriyən ayağı olaram. Və in səələni ilə ə'utiyənnəh, o məndən bir şey istəsə istədiyini verərəm. Və ləyn istəədən ilə u'idənnəh, və mənə sığınarsa onu qoruyaram. Və Tufi Rahimullah deyir ki, burada fərzlərin əmr olunması qətidir, çünki onu tərk eləməyin üzərində cəza vardır. Nafilələrin əksi olaraq. Çünki nafilələrin tərk olunduğu zaman, yəni cəza yoxdur. Və həmçinin fərzlər əsasdır və nafilə namazlar, yəni əlavə ibadətlər isə budaqlardır. Gövdə fərzlərdir, budaqlar isə nafilələrdir. Və eyni zamanda fərzləri lazımi şəkildə yerinə yetirmək, buyurulan tərzdə yerinə yetirmək, əmr edəni yerinə yetirmək deməkdir. Əmr edənə hörmət etmək və əmr edəni təzim etmək, ucatmaqdır. Deməli, fərzlərə diqqət yetirmək, vaxtında yerinə yetirmək, o fərzləri əmr edəni təzim etməkdir və eyni zamanda rububiyyətin əzəmətini izhar etməkdir və qulluğun zəlilliyini izhar etməkdir. Deməli, ümumiyyətlə, fərzlərdən başlanılır. Fərzlər də iki qismdir. Birinci, haramların tərk olunması. Bu da fərzlərə aiddir. Haram yemək, haram baxış, haram mal yığmaq və bir də vacibləri etmək. Vacibləri etmək namazdır, zəkatdır, qohumlu əlaqələrini birləşdirməkdir, valideynlər yaxşılıqdır. Və hədə huvəl əsəsul ləzi tubnə alə isti'dadukə li Ramazan. Yəni, bu əsaslardır ki, Ramazana hazırlığın bu əsasın üzərində qurulur. Və fardu ayni aleyke ən turaci'u və tada'a fi rasi əvləviyyətikə fi şəbən. Və bu da sənə farzu ayındır və sən Şabanda hazırlığın önündə bunu tutmalısan, bu əməllər, yəni fərzləri. Ona görə birinci fərzlərdən başla və Allahın hədlərində dayananlardan ol və haram baxışlardan tövbə et və haram dinləyirdinsə onlarda tövbə et və əlin harama uzanıbsa ondan tövbə et və ayağınla harama getmisənsə onlardan tövbə et və xatırla ki Allah Teala qısqanır və Allah Teala'nın qısqanması haramların işlənməsidir. Və ikinci hazırlıq isə fərzlərdən sonra Şaban ayında oruç tutmaqla olur. Şaban ayında oruç tutmaqla Ayşə anamızdan gələn rivayətdə deyir ki, Kənə Rasulullah sallallahu aleyhi və səlləm yasum həttə nəqul lə yuftu. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni o qədər, yəni oruç tutardı ki və deyərdi ki, artıq yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yəni, həmişə oruç tutacaq və orucun arasını kəsməyəcək. Və yuftir həttə nəqul lə yasum və bəzən də o qədər orucu tərk edirdi ki və deyərdi ki, daha oruç tutmayacaqdır. Və mə rəaytu Rasulullah sallallahu aleyhi və səlləm istəkmələ siyamə şən illə Ramazan və mə rəaytu əksərə siyamən min Şəbən. Və aylar içərisində tam şəkildə Ramazan ayının orucunu kamilləşdirmiş, tamamlamışdır və Şabandan da daha çox, Ramazandan sonra Şabandan daha çox digər aylarda oruç tutmamışdır. Ən çox orucu Şaban ayında tutmuşdur.
və həmçinin başqa rivayətdə gəlir, kənə yasumu Şaban illə qalilə. Yəni Şaban ayının az bir hissəsi istisna olmaqla çoxunu tutardı. Və bu Şaban ayında tutulan orucun hikməti nədir? Fəhvə ənə siyam fihi kəttəmri alə siyam Ramazan. Yəni Şaban ayında o tutulan oruc bir növ Ramazana hazırlıq kimidir, bir növ məşq kimidir, məşqin yerindədir. Likey la yadxulə sawm Ramazan aləl-abdi biməşəqqa və kulfə. Yəni Ramazan ayına girdiyi zaman ona ağır gəlməsin, məşəqqətli olmasın. Bəl yakunu qad tamarran alə-siyam və atadahu və vəcədə bi siyam Şaban halavətə siyam və ləzzətə. Yəni artıq Şaban ayında hazırlaşır və oruca vərdiş etdiyinə görə Ramazan ayının orucunu tutduğu zaman artıq orucun ləzzətini hiss edir. Fəyədxulu bi Ramazan bi həməsə və şəq və istikməli mə bədə və Ramazan ayına girdiyi zaman artıq şəqlə, yəni istəklə Ramazan ayına daxil olur. İbn Rəcəb rahimehullah buyurur ki, siyamu Şaban afdal min siyamil əşhurul hurum. Yəni Şaban ayının orucu haram ayların orucundan daha əfsəldir və afdalu tatav mə kənə qaribə min Ramazan qabləhu və ba'dahu. Və nafilə oruclardan ən əfsəli Ramazana yaxın olandır. Ramazandan əvvəl və yaxud da sonra Ramazana daha yaxın olandır. Və təkunu mənzilətu minəs-siyam bi mənzilətis sunanir ravati ma'al faraid qabləha və ba'daha. Və nafilə orucların Ramazanın ətrafında olan nafilə orucların yeri, dərəcəsi sünnə namazların, yəni fərz namazların çölündə olan ratibə namazların yerindəki kimidir. Və burada həmçinin bir qeyd gəlir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İzə bəqiyə nisfun min Şaban fələ tasumu." Artıq Şaban ayı yarılandısa, yəni yarısı keçdisə artıq oruç tutmayın. Yəni Şaban ayının yarısı olduqdan sonra oruç tutmayın. Yəni bu hədisin səhihliyi barəsində alimlər ixtilaf ediblər. Və alə qavli mən qalbi sihhati fə innənə necma'u beynə hədil əhadid. Və səhih görənlərin görüşünə görə də və biz hədisləri cəm edirik. Bi'ənnən nəhy anhu və ən yekuna racul muftiran tivalə Şaban. Yəni bu aiddir o kimsəyə ki, Şabanın yarısına qədər heç bir oruç tutmur və ondan sonra, yarısından sonra oruç tutmaq istəyirsə, yəni bu qadağa ona aid olur. Kəmə ənnən nəhy yetənəvvəl min mən yasum bə'də muntasaf Şaban biniyyət istiqbal Ramazan. Və yaxud da bu qadağa aiddir o insanlara ki, Şabanın yarısından sonra Ramazanı qarşılanmaq niyyəti ilə və ehtiyat, yəni öz iddialarına görə ehtiyat niyyəti ilə tuturlar, qadağa onlara aiddir. Çünki bu da bir növ, yəni bir cür ehtiyat etmək ifrata varmaqdır və ifrata varmaq da qadağan olunmuşdur. Bununla kifayətlənir. Və sallallahu əleyhi və səlləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.